Sonra deyirsiniz ki, mən pozğunam. Siz pozğunları görmürsünüz. Siz elə Allah'ın olsun, pozğun olmayana deyirsiniz pozğun. Mənim qanımda pozğunluq olsaydı, mən gedib hansı qız bəlkəm də eləyərsiniz, bəlkəm də eləyərsiniz, demirəm eləmərsiniz. Gedib qusmuşdu kişi. Xadimə arvadı var, ürəyim ağrıdı da, dedim yaşlı arvaddır. Gəlib indi onu əyilib siləcək. Anam kimi gördüm o arvadı. Getdim əski gətirdim. Masamı həll eləmişdim də, şotu da vermişdilər. Getdim, özüm mənim müştərim deyildi, mənim stoluma aid deyildi o insanlar, o birisi qızlara aid idi. Getdim onu, getdim, sildim tualetdə qusmağı. İrcənə, öcüyə. Getdim, dedim ki, bəs heç demədim, ora kusan var idi, nə bilim nə var idi. Həmən o söz-söhbət onu da dedim ki, mən onu sildim, xadiməliyivə kimi elədim. Səhər gəlirdim, stolları zadı, stolun ayaqları zadı, hər şey tərli təmiz. O biri o verən, kabinetdə verənlər beləcə otururdular, çay içirdilər. Kabinetdə verən səhər tezdən gələndə oturur qabağına çay qoyur. Mən əski götürüb silirəm, mənə deyir ki, xoşuma gəlmədin sən. Ona görə də mənə sərf eləmir. Mənə sərf eləmir belə müdürlərini işləmək. Niyə ayıbdır? Mənə ayıbdır. Ayıb Allah haqqı o kişilərədir. Ayıb o müdürlərədir. Ayıb o obyekt işlədənlərədir. Mənə ayıb deyil. Mən nə var düzün deyirəm. Heç kimdən qorxmuram, çəkinmirəm. Ayıb mənədir. Suali çox sağ olur. Siz necə? Əslində çox adam bu şeyləri bilir. Bu qorxub danışmırlar. Qorxurlar, danışmırlar. Sağ olur, çox sağ ol. Qorxurlar, danışmırlar. Çox qızların başına gəlib bu şey. Prosto qorxurlar. Vallahi qorxmaq lazım deyil. Nə qədər ki belə qorxacaqsınız, mən də nə qədər ki qorxacağam. Allah haqqı elə bir o qədər də vəziyyət çox pis olacaq. Bundan sonra Bakıya gələndə iş axtaranda dediyim kimi gedəcəm, şəxsiyyətimi verəcəm, deyəcəm kompüterə qeydiyyata sal. Saldım. O yan bu yan görsəm yenə nəsə, Allaha and olsun. O yan bu yan görsəm, çəkib paylaşacağım. Ki, heç kəs gedib aldanıb işləməsin elə yerlərdə. Mənə kimi. İşi danışanda, işi danışan günü otururlar, adama belə eləyirlər. Bizdə ümumiyyətcə hər şey qayda qanundur. Aylin xanım, siz necədir? Bizdə rəsmi danışıqdır. Bizdə bəli ilə, xeyirlə danışırıq. Mən ümumiyyətcə işçilərimə çox dəyər verirəm. Ay belə, ay elə. Deyirsən ki, ayda bundan yaxşısı yoxdur. Bundan o yanası yoxdur. Bir gündən sonra görsən ki, bu nə oğraş adam da. Bu nə oğraş adam da. Soli sağ olur. Özdə birinci belləri, məndə ümumiyyətcə işçi ilə işçi-müdür münasibətidir. Başqa heç nə ola bilməz. Mən ümumiyyətcə iş yerimdə heç bir işçimə qoymaram hörmətsizlik olunsun. 2 gündən sonra, 3 gündən sonra elə bir də hərəkət edirlər adamı. Adam şoka düşür, gülməyim gəlir, Allah haqqı. Görürsən, bu yazırlar belə boş-boş. Az. Hicablı ailəvi restoranlar var ki, ailəvi restoranlar. Hicablı gedir, yaxınlaşır, deyir, ofisant işləmək istəyirəm. Hicablıya deyirlər ki, biz hicablını götürmürük. Halbuki ailəvi deyil. Ailəvi. Bizdə niyə tez-tez hicab açılır? İşsizlikdən ötəri. Deyə burada bax, Süleymanlı Günel yazıb, hicablıdır. Ay sağ ol, mənə heç yerdə iş yoxdur, kimsə götürmür. Mən yalan deyirəm, yoxsa Güneli mənə öyrətmişəm. Hər şey insanın özündən asılıdır.
Zara, yaşamasan bilmərsən. Heç nə demirəm. Demirsiniz ki, belə vəziyyət deyil. Demirsiniz ki, ailen yalan deyir. Demirsiniz ki, iş yerlərində belə deyil. Onda başıva gəlsin. Başıva gəlsin, yaşa, bil. Hələ heç ömründə gedib bir dənə yerdə iş danışmayıb, gəlib yazır ki, niyə pul yürsən, belə deyil, elədir. Hələ heç bilmir, nə var, nə yox. Hələ heç himini cimini bilmir. Gedib bir yerdə danışmayıb ki, bir iş görməyib, bir afisantlıq eləməyib, bir nə bilim, qab yumayıb, bir xadimə işləməyib, yenə yazır. Ömür boyu anası pişirib, yeyib, atası qazanıb, yeyib, indi bu da gəlib ağıl verir. Ekran tıklayın da kızlar. Necə sənə hayatım? Alo. Haycan, haycan. Necə sən Rəyim? Birinci özdən nə təyin eləyirlər? Eşidirəm aşkım səni. Birinci məsəl üçün lap qız da olsan, gedirsən işləməyə də, hə, qızsan da, qadın deyilsən. Birinci tema yaradıblar ki, güya ki sevir səni, xoşu gəlir səndən, əldə eləyənə kimi də. Ya məsəl üçün qadınsan, getmirsən işləməyə, məsələn bir ətri yerində satıcı işləmək istəyirsən. Birinci görürük görünüşün qəşəngdir, götürür işə. Sonra başlayırsa, güya çiyini dəyilir, güya qolu dəyilir. Yerə nəsə düşdü, əyilir, götürür, verir. Belə temalarla, nə bilim, belə afilistliklərlə, güya indi qızlar səni sevirəm, mən xoşum gəlir səndən, mən belə jestlər eləyə. Əldə eləyəndən sonra, çox görməmişəm, mənim danışıblar, eşitmişəm, mənim fabrikalarım olub, deyirlər ki, belə. Əldə eləyəndən sonra deyirlər ki, işdən çıx, obyekti bağlayıram, iş yaxşı getmir, satış yoxdur. Qızım, o hər yerdə elədir, ürəyim, hər yerdə elədir. Əsasda kişilərdə, kişi sahibkarlarda bu belədir. Yəni, mən də sən keçdiyin yollardan keçmişəm, elə. Ay Soli, gedib elə kişi müdürün yanında işləməkdənsə, gəlib elə sənin mağazinində, sənə demək gəlim işləyim. Elə kosmetika sataram, xanımlar da gələr alar. Valla mənim iş təklifim keçər idi. Günorta son da işləyərəm, gecəni də ofisant işləyərəm. Belə yox, belə bəs eləyər. Bilərəm, çıxacam. Amma bu öz işim var da, kosmetika yeri işim var. Başa düşdün? Heç yerə. Mən sonra gəl Allah qışda, açılışın oldu sənin. Olmayıb, heç olsa çağırarım. Prosta xonça sifariş eləmişdim. Ayın 9 olacam Azərbaycanda aşkım. İnşallah gəl işlə ürəyim, gəl. Sən kim nə deyir, gəl işlə. Heç kimi də vecibə alma. Valla hər şey boşdur. Valla kosmetika satmaqdır. Nə bilim, qız işləri ilə məşğul olmaqdır. Elə yer olsun ki, orada kişi olmasın. Kişi olan yer çoxdur. Allah'a o qədər bezdiriblər ki. İş barədə. Qadınları. Harada ki işləyirsən, orada ki oğlan var, kişi var. Müdiriyyət kişidir, o pox olacaq. Gedib belə qadınla sol ilə işləmək, başqa nə bilim bir salonda, məsəl üçün deyirsiniz ki, salon, hə? Çox salonlar var ki, Allah şahiddir deyirəm. Çox salonlar var ki, buradan sizə belə bəzilərin deyəcəm, bəziləri görmüşəm də. Allahıma and olsun. Elə tip adamdılar. Gedərsən. Az məni söyən deyildi, 4 uşaq anası salonda işləmirdi.
Desən onlar əziyyət çəkməyiblər də. Hazıra nazir elə birini tapıblar, rahat qəşəng oturublar. Amma salonda da bilsən necədir? Salonda da gedirsən məsəl üçün işləməyə, öz klientin olmalıdır da. O klienti yığmaq üçün sənə bir il vaxt lazımdır. Bu hər yerdə belədir ki. Gedirsən məsəl üçün sujoy adamsan, girmisən salona, deyirsən ki, mən özümə yer götürüm işləyim. Sujoy adam gələndə sənə vermirlər. Sənə vermirlər o işçini. Məsələn, salonda O yolların hamısından gəldim, keçdim, gördüm axır ki, baş çıxarda bilmirəm, məcbur getdim öz yerimi açdım. Yəni şərait yaratmırlar. İndiki xanımlarımız maşallah olsun, heç bir qadına şərait yaratmır. Allaha and olsun qoymurlar başqa. Bir özləri, bax klient müştəri gəlir, girir içəri. Girən kimi durur ayağa. Bayaqdandan oturub telefonda özüm görmüşəm. Müştəri kimi getmişəm, görmüşəm. Bayaqdandan oturub telefonda laqqırtı vurur. Müştəri girən kimi Salam, buyurun, xoş gəlmisiniz. Bu yetimdə səhərdən heç işləməyib də, sənin uje 10-cu işindir. Qoy bu da dursun ayağa işləsin də. Bu yazıq da işləsin də. Az 10-cu dərsini gözü doymur. Yazıq heç nə, elə belə yol puluna gəlir gedir. Həmçəmi olublar da, inan Allaha ki, çox çətindir. 50 dəfə yazma da, ay BMB. Mən onu deyirəm ki, salonlarda da bu dəqiqə vəziyyət belədir. Hər yerdə belədir. Paxıldılar, qoymurlar başqası işləsin. Qoymurlar başqa bir işçi nəsə bir pul qazansın, başqa bir qadın pul qazansın. Niyə qoysunlar, cəmaatın işi gücü tutarıq. Deyirlər ki, dolumdur, öz müştərin gəlsin işdə, yarısını da ver mənə və yaxud da arenda. Arendiyada elə eləyirlər ki, işlədiyim arendiya verirsin. Bəzən mən deyirəm ki, bunlar niyə belə yazırlar? Direktimin soli inşallah gələndə sənə göstərəcəm. Ay, nə qədər dırnaq ustası, nə qədər saç ustası, nə qədər nə bilim nə ustası. Yazır ki, qurban olum, imkanım yoxdur reklama pul verməyə. Bir dənə nə olar, xahiş edirəm, gəl sənin dırnağımı düzəldim. Onun qabilində mənə paylaş səhifəndə müştəri gəlsin. Deyirəm, amma bunlar niyə belə eləyirlər görəsən də? Salonda işləyirlər də, yəni müştərisi olmalıdır axı bunun. Yazıqlar, inan Allah, göz yaşı tökürlər ki, bilmirəm nə edeyim, arendanın vaxtı gəlir. Verməyəcəm, çıxaracaqlar salondan. Xanımlar olanda olur, o səninlə razıyam. Prosta ki, yəni hər xanıma da etibar eləmək olmur. Vallahi çox çətindir, həqiqətən. Bir qadın kimi uşaqla yaşamaq çox çətindir. İndiki zamanədə çox çətindir. Mən valla qınamıram heç kəsi. And ol Allah, Allah belə pozğunun da qınamıram. O pozğun düzü çox bizdə deyirlər ki, məsəl üçün kayfından və yaxud da kefindən gedib eləyirlər. Onlara o həyat xoşdur. Allah haqqı onlara da o həyat xoş deyil. Quran haqqı onların bəlkə o klubda oturan qızlar, heç bəlkə bilmirsən onun evdə xəstəsi var. Nə bilim, təkdir. Bəlkə Allah'a ki, var, 4 uşağı var. Bilmirsən nə problemi var, deyirsən ki, pozğunçuluğa gedib. Yetim kefindən oturmaz axı orada. İnsan istəmədiyi insanla niyə bir yerdə münasibət şey eləsin, yatsın, pul, bədənini satsın? Vallahi heç kəs məcbur deyil elə şey eləməyə. Quran haqqı onu xoş deyil. Ona kimsə desə ki, otur evdə, mən sənə çörəyi verirəm, uşağın yeməyini verirəm, əynin başını verirəm. Allah qoy qadın oturar evdə. Ona da xoş deyil, hər gün bəzənsin, düzənsin, kosmetikansın, getsin, otursun orada səhərdən axşam üçün görüm kimə yaxınlaşacaq. İndi 20 manatla dolanmaq olmur. O yetim o 20 manatla dolana bilmir. 5 uşağı var, 4 uşağı var, evdə xəstəsi var, anası üstündə, atası üstündə, nə bilim, xəstə qardaşı üstündə. Yazıq neynəsin? danışanda da deyirlər ki, pozğunluq edirsiniz. Ona elə pozğun deməkdənsə, demirsən pozğundur. Get tut onu klubda, ay qeyrətli kişi, ay namuslu kişi. Get tut onu klubda, çıxart 20 manatı, denən ki, o deyir sənə pozğundur. Və niyə gedib o pozğuna pul verirsən ki, onu əldə eləyəsən? Ver də onu elə belə, getsin uşağına təcdəsin. Niyə imanlı yatandan sonra verirsən ki, o pulu? Ver o 100 manatı, onsuz da verəsən də. Yatmadan verə bilmərsən. Gərək onunla yatasan verəsən. İki zamanədə elə kişi tək qalıb, elə kişi yoxdur. Ümumiyyətlə ki, deyirlər ki,
pozğundular, klubdadılar, nədədirlər. Mən o qızları qınamıram, mən o qadınları qınamıram, mən o kişiləri qınayıram. O 100 manatı onu yatıb sonra verməkdənsə, apar o 100 manatı ver, denən ki, get uşağı uzaqla yat. Yaxşı kişi pozğunu da düz yola çəkər, yaxşı qadın eləyər. Bizdə pozğunu da pozğun eləyən kişilərdir. Bizim qadınlarımızı məhv eləyən belə kişilərdir. Belə müdiriyyətlərdir, belə səviyyəsiz insanlardır. Sözlərində haqq var. Mən heç nə deyəm. Düz deyirsən. Vallahi Allah hamd olsun, heç nə demirəm. Mağazinə girirəm. Burada da. Bizdə kapsonlu kalbasa belə, bilirsiniz ki, indi pisini də yemək olmur da. Ən ucuzu, ən pisidir bizdə. Ən ucuz. Düşən şeylər ən pis şeylərdir. Hansı ki, vaxt keçmiş, hansı ki, salatı bilinməyən kalbasalar, pis olan kalbasalar da ucuza verirlər. Yaxşı kalbasa neçədir də, yəni ucuz şeyi alıb uşağa yedizdirmək olmur da, başa düşürsünüz. Neçədir kapsonlu kalbasa? Bir dənə yazın qiymətini. Kapsonlu kalbasa 4 manat bu boyda. Hələ 3 manat neçəsə qəpik. Ən yaxşısı. Bu boyda kalbasa bizdə neçədir? 15-16 manat. 15-16 manatda bir afisantın gündəlik maaşıdır. O afisant indi kalbasa yeməsin. Onların fikrincə yeməsin. Getsin qazansın, amma hardan qazansın? Hə də, bax, heç nə demirəm. Kartoşka yeyirəm, gəlib yazırlar ki, bu kasıb deyir, ya kartoşka yeyir. Kartoşka üçün bunlara sən nə gəlir? Burada kartoşka bir dənəsi heç bir qəpiyə düşmür. Bilmirəm də, yaşamışam orada. Nə qədər acınacaqlı vəziyyətdəyik, kartoşka yerinə deyirik ki, zor yaşayır. O gün nə yeyirdin, yazmışlar. İkraydı nə idi o? O mahiyyəti 2 manat neçə qəpikdir? Ay Soli, Allaha and olsun. İkrava 2 manatdır. İkra 2 manatdır, orijinal deyil. Burada var ya ikralar, bizdə Bakıda da var. Belə qablarda içsiz ağ soslu kimi. Heç ikra deyil, o elə belə əldə düzəldilmə şeydir. Gəlib yaxınlar ki, bəh, ikra yeyir. Ucu qudurdu. Reklama şey göndərirlər, qurudulmuş meyvə. Onu eləyib mən onun qabilində pul qazanıram. Götürüb yazırlar ki, bəxtəvərə bax. Əli bəxtəvər deyə bu gündəydi. Biri kartoşka yeyir, deyirlər ki, zor yaş. Gör nə gündəyik ki, biz kartoşkaya bahalı şey baxırıq. Biz kartoşkanı elə bilirik. Qızıl. Yaxşıyam, sən necəsən, Kosa? Ay Kosa, bəyək kartoşka yeyirəm, yazırlar ki, bəxtəvərə bax, kartoşka yeyir. Kartoşka deyir, görməmişik biz. Gör, bunlar kartoşka, gör nə vəziyyətləri ki bizdə. Gör nə vəziyyət yaranıb ki. Kartoşkaya bahalı şey baxırıq. Vay be, dünən o gün makaron yeyirəm, ona yazırlar ki, bəxtəvər makaron yeyir. Makaronun deyir, ailəliyəm, heç ərim deyir, makaron almır deməyə. Ərsizə bax deyir, makaron yeyir. Onun çıxsın, ərin alsın gətirsin, onun mənə nə adiyyəti var? Var ha, 3 dənə belə şokolad var ha. 3 dənə şokolad, 60 qəpik deyil. Bunlar Azərbaycanda olsa neçə manata verərlər? Bunun pahalı olur. Hə, Allah boyu neçə manata verərlər bizdə? 5 manata verərlər. Hə, elə olar elə. Deyərlər ki, bahalıdır, içində qızıldan şey var. 60 qəpikdir, 3 dənə şokolad. Mən ona görə deyirəm ki, siz mənə deyirsiniz ki, sən niyə Azərbaycanda işləmirsən, niyə belə, ay qurban, yaşaya bilmirəm. Ay tövbə, yaşaya bilmirəm. İcazəsi yoxdur. Aliment almıram, sosial al. Elə ailələr var ki, sosial ala bilir. Mən ala bilmirəm, aliment ala bilmirəm. Uşağın atası Nəyə görə aliment ala bilmirsən? Atam kömək eləmir. Atam bax, görsəz atamı deyərsiniz ki, ayda belə atanın belə qızı. Atamın o cür altında maşını, evi, eşi,
Bir dəfə olsun demir ki, mənim qızım neyinir? Mənim 2 dənə Alimin tanımırsan ay bacı. Nəyə görə cəhddirmirsən? Birisi gedib ərə, ikisinə kömək eləyirəm, ev almışam, maşın almışam. Bu yetim qızım neyinir görəsən, nə yeyir? And ola Allah, mən atamı qınayıram. Çünki bir sən biri var imkanı olmaya, deyim ki, imkanı yoxdur. Sən ata kimi oturub bir yerdə, kişi kimi necə otura bilirsən ki, el aləm TikTok bu dəqiqə hamıda var. Girirlər, görürlər ki, sənin qızın kart qoyub. Sən necə özünə sığışdıra bilirsən? Hardasa nətər dostlarımın içində otura bilirsən və yaxud da o qardaşlarım. İndi atam qocadı, baş çatmır. 2 dənə dağ kimi qardaşım var. Biri bir dəfə mənə yazmayıb ki, ay bala, uşaq saxlayırsan, bəlkə bir 5 manata ehtiyacın var. Ala bunu gedərsən, nə bir banan alarsan. Bilirsən nə çatmırsan? Atadan yarım adım. Elə bacılar. Qadındır da, mən də qadınam. Bacım da qadındır, mən də qadınam. Ailə qurub, evlidir, uşağı var, xoşbəxtdir. Yoldaşının imkanı, özünün imkanı, maaşı, belə yox, belə yaşayırlar. Zor da yaşayırlar. Bir dəfə o bacı demir ki, sən mənim atamın uşağısan da. Atamız birdir də. Ana ayrı olsa laf öcək olar. Biz eyni qanı daşıyırıq, biz eyni soyadı daşıyırıq, biz Kərimovayıq. Bir dəfə yazım görüm bu balaca bacım neynir? Sanırım, sən niyə görə aliment ala bilmirsən ki? Oğraş ortaya çıxmır da. Elə şey var, alimentə bir dəqiqə, yəni necə baxırlar da. Mən iki deyirəm. Pul istəyir məhkəmə, vəkil pul istəyir, pulsuz yox Sən desin. gələrsən, mən pulsuz vəkili yönləndirəcəm sənə, sənin alimentini düzəltsin. Mənim özümün vəkilim var. Yönləndirəcəm sənə, gələrsən burada, gəldiyin günü xəbər eləmə, gedək mən səni düzəldirəm alimenti. Xoşgələn xanım, gedirəm, otururam orada. Ha deyirəm, elə Royal söhbətini açsın, mənə Hüseyin söhbəti açır. Ay bala, mənə Hüseyin lazımdır. Royaldan danış, Royalın şəklini vur ekrana, deyirəm, bu axtarılır. Bu boynu yoğun axtarılır ona görə ki, uşağına baxmır, qaçıb gedib. Oturmuşam orada Hüseyinə Aşadının söhbətini aparıram. Mənə lazımdır, Royalı axtar gətir mənim üçün. Gedirdim yaxınlaşıb deyirdim, ay Xoşqədəm xanım. Deyirdi ki, telefonlarımıza cavab vermir. Polisə gedirəm, polis deyir ki, oğurluq eləməyib, cinayət eləməyib, biz bunu nəyin axtaraq? Bunu kim gətirir? Mən gedim bunu, mən indi küçə düşüm bunu axtarım ki, gedim bunu tutmuyor. Mənim alimentim bir gün gecikəndə metroda tutub onu apardılar. Heç bir polis sənə onu deyə bilməz ki, biz onu götürə bilmərik, tuta bilmərik. O cinayət daşıyır. Qızlar bilirlər, sən nə qədər şikayət yazmışam ondan, Abşeronda. Sən gələrsən ki, Abşeron neyini? Sən Abşeronun başında. Sən gələrsən, mən sənə kömək eləyəcəm burada. Alacaqsın alimenti. Uzağı çaya alacaqsın. Axır bunun qırılmışında bir nəsildə köşdə bir vəzifətin işi olan adam var da. Malkaş adamdır, əlini qoyur qulağına. Ya, mən elə atdı oğlum yoxdur, adı boy. Bacıya yığırsan, mən elə qardaşım yoxdur, adı boy. Əşi bildik də sənin oğlun yoxdur, sənin qardaşın yoxdur. Bu sən nəvəndir, bu sən qardaşının balasıdır. Necə qeyrətsiz, necə namussuz insansan, necə qeyrətsiz kişisənsən, necə qeyrətsiz bacısan. Mən şəxsən qardaşım olsa, qardaşımın balası olsa, o balanın ayağının altını uzanaram onun ayağının altına. O körpədir, o mələkdir, o heç səndən xəbəri yoxdur. Mən pisəm, mən balam da pisdir. Pis olsaydı atardım uşaq evinə. 4 ildir dilənə sizə zarafat gəlməsin. 4 yaşı var bu şey. Dilənə manat ondan bundan saxlayıb böyüdmüşük də. Pis olsaydım elə doğub qarnımdan çıxaran kimi qoyardım zibilə. Qoya bilməzdim. Cavanım, 22 yaşım var. Atardım zibilə, deyərdim. 5 ildən sonra yaxşı bir oğlan çıxar, ərə gedərəm, birini doğaram, oturaram. Eləyə bilməzdim o şeyi. Gör mənə xoşdur. Harasa gedirəm, dilənçi kimi baxsınlar mənə. Hansısa oğlan qabağını yığışdırım, atışnaqlıq emişi, gedim dən. Sabah gedim Mirayın istədiyini alım. Başqa qız olsaydı,
baxdığımız o TikTokda bəzi qızlar var. Onlardan olsaydı heç səndən xəbərsiz elə orada doğub elə balnisada qoyub gedirlər evə. Var da doğan kimi qoyub balnisada gedirlər evə. 5 ildən də sonra ərə gedirlər. Yaxşı da yerə. Uşağı da qalır illərlə dettomda. Sonra çıxır ana. Ana deyir istəmirəm. Mən elə atlı uşağım yox. Mən ki o şey eləmədim. Yaxşı deyirsiniz pozğunam, dilləncəm, namussuzam, qeyriyyətsizəm. Mən realdan da qeyrətliyəm, mən öz atamdan da qeyrətliyəm, bacılarımdan da qeyrətliyəm. Mən o uşağını atanlardan da qeyrətliyəm. Realın bacısından da qeyrətliyəm, atasından da qeyrətliyəm ki, mən sahib çıxdım uşağıma. Düşdünüz. Mən qoy pis olum sizin gözünüzdə. Amma mən bilirəm ki, mən onlardan qeyrətliyəm, zata onlardan qeyrətliyəm. Bəzi şeylərim sizə qeyrətsiz gələ bilər. Mən nə eləmişəmsə uşağım üçün eləmişəm. Kimsə də həyatımda olub uşağım üçün olub. Kimsə də mənə nəsə kömək eləyib uşağım üçün, uşağıma görə susmuşam. Bundan mən uşağıma xeyir gəlir. Qoy mən susum, mən uşağımı böyüdüm. Başa mənə atam gəlib qapımı döyüb demiri. Sən 13 yaşından qovmuşam evdən. Getmişsən oğlan tapmışsan, bədbəxt olmuşsan. Mənə görə bədbəxt olmuşsan. Mən atam məni evdən qovmasaydı, Royal hardan çıxacaqdı mənim qabağıma? Hardan çıxacaqdı da Royal? Günah valideynlərimdədir. Məni burada qınamayın. Valideynlərimi qınamayın. Anamı da qınamayın. Anam qadındır. Anam neynəsin? Qadın başına neynəməlidir? Günah o kişidədir. Atamın insanı ola məni bu vəziyyətlərə salıb. Bu vəziyyətlərə salıb. Ayrı vaxtı deyirlər ki, belə qeyrətli iş, belə Kərimovlar belə, hanı Kərimovlar? Hardasınız ay Kərimovlar? Əmilərim vəzifədə, dövlət işində, hardasınız? Mən ölürəm, hardasınız? Mən bilsiz, xalqın kişilərin qabağını yığışdırır. Siz özünüzə necə qeyrətinizə sığıb, ayrı vaxtı qeyrətdən dəm vurursan. Qardaşım Montində belə-belə gəzir. Belə-belə gəzməklə deyil, bütün TikTok el aləm bilir ki, sən qeyrətsizsən. Şəxsən mən sən deyim, sən qeyrətsizsən. Nə olsun ki, iki bacın ərdədir. Bu birisi bacın bədbəxtdir. Sənə görə bədbəxtdir. Tutardın əlimdən, deyərdin ki, gəl, sən bu evdə böyümüsən. O ev mənim haqqımdır. O ev mənim haqqımdır. Mən atamın evinə gedə bilmirəm. Mənə buraxmırlar evə. Mən atama zəng edirəm, mənə qardaşım götürür telefonu, deyir bizim atamızdır, yığma atamızı. Bəs mən göbələyəm. Mən o ev mənim haqqımdır. Mən gedib o evin qapısını, mən Montinə girə bilmirəm, ay bala. Bir dəfə girdim, qulağımın dibinə şilləni vurdu. Skoro gətirdilər üstümə. Uşaq idim onda, 14 yaşım var idi. Belə valideyn olar. Sonra da məndə günah görsün. Mən lap pozğunu da olsam günah məndə deyil. Mən istəmirəm ki, mən istəyirəm ki, atam mənə desin ki, ay bala, sən bu evdə böyümüsən. 13 il o evdə böyümüşəm. Mən o evə bu gün üstünə addım ata bilmirəm, qorxuram. Məni şantaj eləyir, ölümlə hədələyir məni. Qardaşım deyir, bura gəlsən belə olacaq, elə olacaq. Sən necə qardaşsın? Ən böyük düşmanım sizsiz. Burada söyüş yazan, pis söz yazan izləyicilər yox. Gör neçə ildir, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 10 ildir mən ata nədir bilmirəm. 10 ildir. Hər gün mən atamın sifəti mən unutmuşam. Səsini unutmuşam. 10 ildir mən ata nədir görmürəm. Ata ilə böyümüşəm, ona görə yandırır məni. Biləm ki, ölüb gedərəm, deyərəm ki, ölüb də, bu mənim üçün heç eləyə bilməz. Sən sağ ola, yaşaya. Nəfəs ala, sən mənə əl tutmursan. O birisi nəvələri o Instagramda paylaşır, qardaşım atamdır, yanında da bacılarımın uşaqları. Miray da sənin nəvəndə. Sən yaxşı ata olardın, mən də yaxşı qadın olardım, yaxşı ana olardım. Handa bir kişinin yoldaşı olardım. Sən məni 13 yaşında qovanda nə gözləyirdin? Gözləyirdin ki, küçələrdə xoşbəxt olum. Bilməliydin ki, Royal kimi biri qabağıma çıxacaq.
Bunu sən gözə alıb eləyərdin o hərəkəti. Bugünkü gündə mənə qəbul eləmirsənsə, deyirsən ki, zaksız, toysuz, bizi biabır eləmişsən. Mən sizi biabır eləməmişim. Siz özünüzü biabır eləmişsiniz. Vaxtında 13 yaşında qızı təpik vurub küçəyə atanda bilərdin ki, bu qız pozğun da ola bilər, istifadəçi də ola bilər, hər şey ola bilər. Amma onlardan olmadım da. İndi uşaq doğdum, ana oldum. Aldandım sevgiyə. Yaxşı sevgi göstərərdin, yaxşı bağrıva basardın. Yetimçələrdə sevgi axtarmazdım. Səbəbi arvadına görə. Çünki biz 5 uşağıq. Bir dənə də arvadı var. O arvadı illərlə mənə yola vermədi. Axırda da qovurlar. Öcək anamdır da. Elə bir ki, öcək anada böyümüşəm mən. Nə canında var? 13 yaşında qızın canında nə ola bilər? Dəhşətsiz valla. Demirsiniz ki, sən bu qızı xəstəxanadan öz anasının əlindən alıb, gətirib öcək ananın əlinə vermirsən. Bu qız illərlə döyülə-döyülə, söylə-söylə, öcəkçilik, zülümçülük görə bir gün başında banka sınıb, bir gün kıçında sınıb, bir gün nəm harasında sınıb. Belə-belə bu uşaq böyüyüb travmalarla, 2 dənə qardaşın, 2 dənə bacının əlində saç yoldu da, and olarlar, 4-ü də cumurdular mənim üstümü, yolub qoyurdular məni. Dəfələrlə olub başımın burasında tük olmayıb, məktəbə gedəndə belə-belə eləyib getmişəm. O ata onu bilməli idi ki, bu uşağı bura gətirirəm, bu uşağa bunlar düşman olacaqlar. Niyə məni gətirdin? O qalardım, anam böyüdərdi, bir təhər böyüdəcəkdi də, məni niyə götürdün? Niyə gəldin xəstəxanada? O vaxtı elə idi. Həkimə pul verib, şirvan verib. Həkim də deyib ki, götür uşağı get. İndi elə şey ola bilər. Ata gəlib balnisadan uşaq götürə bilər. Mən doğdum da Royal gəlib götürə bildi. Yox, o vaxtı elə deyildi. O vaxtı kimsə uşaq məsələsini dünyaya gətirirdi. Atası gəlirdi, uşağı götürürdü, çıxır gedirdi. Həkimə də bir 20 manat məsələn şirvan da. Şirvan verirdilər, söhbət bağlanırdı. Qutardı. O həkim nə o uşağı görməyib, nə o uşağı kameradan sübut eləyə bilməzlər kim götürüb, nətər olub, nə də o ana səsini çıxarda bilməz. Çünki anam səsini çıxartsaydı ölərdi. Azıq anam da belə boynu küçük qalıb. Düz deyirəm. Sən bizim nəslimizi tanımırsan. Sən mənim atamı tanımırsan. Mən tanıyıram. İndi qonşunun evində dava olanda, məsələn, ər-arvad dalaşanda kimsə gəlir kömək eləyir. O vaxtı atam, bax, baba, 1, 2, 3, 4 boy sırası ilə. Bu çörəyə mənim gözümə qənim olsun. Boy sırası ilə düzürdü, boy sırası ilə. Birinci böyükdən balacaya. Vura, öcək yanan da başına bir dənə tava. Axırda da mənə bir dənə hirsini, əsəbini çöldəki arvadlarla gəzirdi. Kim nəsə küçədə gəzirdi. Ona hirslənirdi, gəlirdi bu uşaqlarından, arvadından çıxırdı, gedirdi. Neçə dənə qapısınıb, tavasınıb başımızda. İndi amma elə şey, indi elə dövürdü. İndi heç bir ailədə elə şey yoxdur. 2003-cü ildənəm. Küçədə kimi əsəbləşirdi, gəlirdi evdə uşaqlarını döyürdü.